Açıq deyim ki, Sepahın Azərbaycana qarşı mübarizəsi təkcə narkotiklərin qanunsuz dövriyyəsini təşkil etmək deyil. Digər qanunsuz fəaliyyətləri də var. Mənim işlədiyim orqanlarda işlədiyim dövrdən də yadımdadır. İndiki son dövrlərdə, ya lap bu yaxın günlərdə Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumatdan da görünür ki, onlar hər cür təxribatçı addımlara əl atırlar. Demək, İran İslam Respublikası Azərbaycana təkcə narkotik ixrac eləmir. Həm də bir dini cərəyan olaraq Azərbaycan əhalisinə, beyninə bəlli bir ideyalar yerləşdirir və mən bir dəfə bu barədə qəzetdə bir müsahibə vermişdim və orada da Azərbaycanın quru sərhədlərinin niyə bağlı olmasını təhlil eləmişdim. Azərbaycanın quru sərhədlərinə Rusiya-Ukrayna müharibəsinə görə, nə bilim, başqa hardasa, Livandakı, başqa bir yerdəki konfliktlərə görə bağlı deyil. Azərbaycan quru sərhədləri məhz İrandan ixrac olunan o ideoloji səbəblərə görə bağlıdır. Gürcüstana gəldikdə məhz elə ən böyük təhlükə Gürcüstan ərazisindədir. Mən bunu əvvəl də demişəm, onu bir daha təkrar eləməkdə bir qəbahət görmürəm. Gürcüstanda yaşayan əhali arasında İranın təsiri çox böyükdür. Ora həm narkotik ixrac olunur, həm ideya ixrac olunur və təbii ki, bunların arxasında böyük maliyyə dayanır. Orada şəxslərə maaş verirlər, onları hazırlayırlar və onları Azərbaycan Respublikasının təhlükəsizliyinə bir təhdid kimi görürük. Hal-hazırda belədir. Buna görə mən dedim ki, əgər İran İslam Respublikasında rejim dəyişərsə, onlar bu proksi qüvvələr yaratmaq ideyasından əl çəkərlərsə, necə deyirlər, bu işin başını buraxarlarsa, maliyyələşdirməzlərsə, onda təbii ki, oradakı qüvvələr də yavaş-yavaş, necə deyirlər, haqqın yoluna qaydacaqlar və Azərbaycan üçün təhlükə olmaqdan vaz keçəcəklər. Mən sizə bir şey deyim ki, İranın dini liderinin öldürülməsindən sonra bu yaxın günlərdə mənim mütəmadi əlaqələrim var. Gürcüstanda o İran pərəst qüvvələrdə xeyli baş pozuqluq yaranmışdı. Çünki onlar fikirləşirlər ki, artıq dini lider öldürüldü, oradan maliyyə kəsiləcək, maliyyə kəsiləndə bunların fəaliyyəti zəifləyəcək. Amma indi görünür ki, İran indi özünə yeni ali dini lider seçdi. Hələ biz bilmirik onun siyasəti necə olacaq. Ümidvarıq ki, onun siyasəti əvvəlkilərin siyasəti kimi olmayacaq. Xüsusən də Azərbaycana zərər vermək istiqamətində addımlar atmayacaqlar. Əgər bunlar bu cür yanaşarlarsa, təbii ki, quru sərhədlər də açılacaq, narkotiklərin dövriyyəsi də azalacaq və biz də istəyərik ki, qonşumuzda, böyük bir qonşumuzda əlbəttə, orada 40 milyona qədər müxtəlif rəqəmlər deyirlər, 40 milyonu deyək biz, Azərbaycan türkləri yaşayır, onlarla bizim yaxşı münasibətimizin olması əlbəttə ki, çox vacibdir.